fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq. Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses sonra dayanır. Bu qədər asan yanaşma məncə o qədər də maraqlı deyil. Hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanksiyaları həyata keçirilib? Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbs atılsın demirəm. Belə arzum da yoxdur, ola da bilməz. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı da bacarsın. Narahat olduğu məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılmasıdır. Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Büdcəyə qaytarılma. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı 10 minlərlə şikayət məktubları daxil olur. Belə olan halda dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbul edilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var. Onlarla qutu ağrı kəsici olan parasetamolu da onlara vermədən depoya qaytarırlar. Bu ciddi şəkildə məsuliyyət yaratmalıdır. Həm də çox ciddi.